Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecmain. Üç əsas, deməli, üç əsas kitabı. Üç əsas kitabı, yəni, elə bir kitabdır ki, gərək hər bir müsəlman onu bilsin. Hər bir müsəlmanın vacib olması, yəni, hər bir müsəlmanın bilməsi vacib olan bir elmdir bu. Niyə də olmasın? Çünki bu elə bir şeydir ki, üç əsas, onu öyrənmək, yəni onun üzərində sənin həm dünyanın, həm də axirət xoşbəxtçiliyin onun üzərindədir. Sən yəni, onları bilməyin üzərindədir. Yəni sənin həm dünyada, həm də axirətdə, qəbirdə xoşbəxt olmağına səbəbdir. Üç əsas kitabı barədə burada deyir ki, biz tövhidi niyə öyrənirik? Əvvəlcə deyir ki, tövhidi niyə öyrənirik? Başdan əvvəldən bunu gətirir. Tövhidi də biz öyrənirik 8 şeyə görə. Tövhidi öyrənirik, yəni Allahı ibadətə təkləşdirməyi biz öyrənirik 8 şeyə görə. Birincisi, çünki Allah təala bizi ondan ötürü yaratıb, tövhid üçün ki, biz Allahı ibadətə təkləşdirək. İkincisi odur ki, yəni sonra gəlir ki, yəni heç bir əməl onsuz, tövhidsiz qəbul olunmur. Sonra yəni cənnətə yalnız tövhid əhli girəcək. Sonra gəlir, yəni tövhid savabların çoxalmasına səbəbdir. Tövhid sonra gəlir ki, günahların bağışlanmasına səbəbdir. Sonra burada 6-cı gətirir, deyir ki, tövhid həm hidayətə səbəbdir, insanın hidayət olunmasına, həm də ki, əmin-amanlığın bərqərar olunmasına səbəbdir. Sonra gətirir ki, tövhid qəlb rahatçılığına səbəbdir. Və 8-ci də gətirir ki, tövhid Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfaətinə səbəbdir. Sonra burada gətirir, deyir ki, bu kitabın üstünlüyü nədədir? Bu kitabın üstünlüyü nədədir? Üç əsas kitabının üstünlüyü nədədir? Burada gətirir, deyir ki, bu kitabın yəni asan olması və izahlı şəkildə olması. Sonra gətirir ki, hər bir burada zikr olunan məsələlərlə yanaşı dəlillərinin gəlməsi. Sonra gətirir, deyir ki, bu elə bir kitabdır ki, burada bütün məsələləri cəm edir, müəllif bütün məsələləri cəm edir və onları tərtiblə cəm edir və yəni sayla gətirir. Məsələləri cəm edir, onları tərtib edir və onları sayla gətirir. Yəni sayla belə bu formada elə bir ki, yəni yadda saxlamaq üçün, başa düşmək üçün asandır. Və burada həmçinin onlara şərh də verir. Sonra gətirir, deyir ki, bu kitabın üstünlüyündən birisi də odur ki, bu kitaba, yəni müəllifin dua etməsi, bu kitabı yəni oxuyan üçün, onu dinləyən üçün, müəllifin, yəni bu kitabı oxuyana, dinləyənə dua etməsi. Yəni çox dua eləyir. Bir də üstünlüyü budur. Üç əsas, sonra gətirirdi ki, üç əsasın tərifi nədir? Üç əsasın tərifi odur ki, üç əsas, yəni qısaca olaraq üç əsas qəbirdə verilən suallardır. Rəbbin kimdir? Dinin hansıdır? Peyğəmbərin kimdir? Sonra biz bu üç əsası öyrəndiyimizdə bizim əldə etdiyimiz faydalar nədir? Yəni, nə fayda əldə edirik? Və deyir ki, əgər sən deyir, üç əsası öyrəndinsə, sonra əməl etdinsə ona və başqalarını da ona dəvət etdinsə və səbirli oldunsa, Allahın izni ilə sən bu suallara cavab verəcəksən. Qəbirdə olan suallara cavab verəcəksən Allahın izni ilə.
Sonra burada mətni 3 qismə bölür və 5 qismə bölür. Mətni, yəni 3 əsas kitabını ümumilikdə 3, yəni 5 qismə bölür və birincisi 4 məsələdir, ikincisi 3 məsələdir, yəni üçüncüsü tövhidi öyrənməyin əhəmiyyəti, dördüncüsü 3 əsas və axırıncısı da son. Elə bir ki, kitabı belə burada kitabı yəni 5 qismə bölür. 5 qismə bölür. Yəni 5 dənə qism, 4 məsələ, 3 məsələ, tövhidi öyrənməyin əhəmiyyəti, 3 əsas, bir də sonluq. Dörd məsələ nədir? 4 məsələ elmdir. Yəni insanın öyrənməsi, ikinci əməl etməsi, üçüncü dəvət etməsi, dördüncüsü də səbirli olması. Bu şeylərdə səbirli olması. İnsanın öyrənməsi bir, ikincisi öyrəndiyinə, yəni əməl etməsi, üçüncüsü əməl etdiyinə başqalarını dəvət eləməsi və dördüncüsü də yəni müsəlmanın bu yolda, yəni bunların hamısında səbirli olması. Yəni həqiqətən bu öyrənməkdir, əməl etməkdir, dəvət etməkdir, başqalarının da əməl etdiyinə başqalarını çağırmaqdır. Bunların hamısının yəni səbri ehtiyacı var. Sonra 3 məsələni danışır, hələ ki, qısaca olaraq. Deyək ki, 3 məsələ nədir? 3 məsələ də rububiyyət və adı və sifətlər tövhidi. Sonra uluhiyyət tövhidi ikinci. Üçüncüsü də şirkdən və şirk əhlindən uzaq olmaq. Sonra üçüncü gətirir tövhidi öyrənməyin əhəmiyyəti. Tövhidi öyrənməyin əhəmiyyətini də biz yuxarıda götürdük. 8 şeyə görə tövhidi öyrənirik. Yəni 8 şeyə görə tövhidi öyrənirik və onların əhəmiyyəti, yəni 8 əhəmiyyəti var deyək. Sonra da dördüncü 3 əsas. 3 əsasdakı qısaca olaraq qəbirdə verilən suallardır. Rəbbin kimdir, dinin hansıdır və Peyğəmbərin kimdir? Sonluq 5-ci də sonluqdur. Hansı ki, burada yəni kitab 5 qismə bölünür. Burada sonluq 5-ci də odur ki, müəllifin sözü ki, yəni insanlar öldükdən sonra diriləcəklər və beləcə mətnin sonuna qədər. İndi burada birinci 4 məsələni izah edir. Başlayır 4 məsələni izah etməyə. Burada 4 məsələdə birinci başlayır, deyir ki, 4 məsələni başlayanda, başdan başlayır, Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Bil ki, Allah sənə rəhm eləsin. 4 məsələni öyrənmək bizim üzərimizə vacibdir. Birincisi elmdir, ikincisi, yəni elmdir birincisi elmdir. O da yəni Allahı tanımaqdır, Peyğəmbəri tanımaqdır və İslam dininin dəlilləri ilə tanımaqdır. İkincisi də əməl etmək gəlir. İndi burada deyir ki, müəllif deyir, niyə? Yəni bu mətnə başlayanda Bismillahirrahmanirrahimlə niyə başladı? Niyə Bismillahirrahmanirrahimlə başladı? Birinci, ikinci, 3 dənə şey gətirir. Deyir ki, birincisi odur ki, Allahın kitabını və elçilərin və peyğəmbərləri, Allahın kitabını həm elçiləri, həm peyğəmbərləri öndər götürərək, yəni onlar, yəni Allahın kitabı belə başlayıb, elçilər və peyğəmbərlər də, məsələn, Peyğəmbərimiz s.ə.v bir yerə məktub yazmağa başlayanda əvvəl yazardı Bismillahirrahmanirrahim. Yəni Allahın kitabıdır, peyğəmbərlərin getdiyi yolu, yəni öndər götürərək birincisi, ikincisi, yəni müəllifin özündən əvvəl olan alimləri və sələfləri yenə onların ardınca gedərək bunu edir. Hansı ki, onların adətindən idi, alimlərin, yəni sələflərin adətindən olub ki, öz yazdıqlarını, kitablarını başlayanda onlar da Bismillahirrahmanirrahimlə başlayıblar. Üçüncüsü də Bismillahirrahmanirrahimlə ona görə başlayıb ki,
Yəni Bismillah Allahın adıdır. Allahın hörmətli adından, yəni bərəkət umub. Elə bil ki, bu mətni yazanda istəyi, məqsədi o olub ki, yəni bu ilə bərəkət hasil olsun. Sanki yəni özünə, kitabına bərəkət hasil olsun. Ona görə Allahın adından bərəkət umaraq başlayıbdır. İndi biz necə ki də işarə etdik ki, əvvəldə müqəddimədə işarə elədik ki, müəllifin adətindəndir ki, yəni kitabını oxuyan adama, yəni kitabını öyrənən adama başlayanda dua ilə başlayır. Dua ilə başlayır və Allahdan onlar üçün rəhmət diləyir və bu da dəlildir nəyə? Bunun belə olması onu göstərir ki, Əhl-i-Sünnə vəl-Cəmaə alimləri öz öyrətdiklərinə həmişə onlara qarşı rəhimli olublar. Onlara qarşı rəhimli olublar. Bu onların yoludur. Sonra o birisi də odur ki, həqiqətən İslam dini əsil odur ki, rəhmət üzərində qurulub. İslam dini əsasən rəhmət üzərində qurulub. Sonra burada elm, yəni elmdən danışır, öyrənmək və o da deyir, yəni haqqı dəlilləri ilə bilməkdir və onun ziddi də cahillikdir, cəhalətdir. Və burada deyir ki, əgər sənə deyilsə ki, deyilib ki, yəni elmin, əməllə elmin arasında olan əlaqə haqqında. Əməllə elmin arasında olan əlaqə nədir? Bu barədə deyilib ki, elm əməli çağırar, elm əməli çağırar, əgər cavab versə onda qalar, əgər cavab verməsə, yəni elm çıxıb gedər. Yəni əməllə, deməli, əməlsiz də elmin ona görə bir faydası olmur. Əməlsiz elmin ona görə faydası olmur. Əgər sən öyrəndinsə, vacibdir ki, əməl edəsən. Əgər elə olmasa, onda yəni insanda yahudilərə bənzərlik hasil olur. Çünki yahudilər necədirlər? Onlarda elm var, amma əməl yoxdur. Bilirlər, amma əməlləri yoxdur. Çünki Allah Teala onlar barəsində deyir ki, "Ya'rifuna kema ya'rifuna abna'ahum." Onlar tanıyırlar onu, yəni Peyğəmbərimiz s.ə.v-i onlar tanıyırlar. Onlar Peyğəmbərimiz s.ə.v-i tanıyırlar, necə ki, oğullarını tanıdıqları kimi. Yəni bir ata öz oğlunu necə tanıyar? Ata oğlunu həqiqətən yəni hər tərəfli tanıyır, tam dəqiq. Yəni yahudilər Peyğəmbərimiz s.ə.v-i yəni tam olduğu, yəni belə tam bilirlər kimdir. Yəni kimdir Peyğəmbərimiz s.ə.v bilə-bilə, yəni tanıya-tanıya yəni olar, amma Peyğəmbərimiz s.ə.v-i yəni inkar etdilər. Bilə-bilə inkar etdilər. Ona görə Allah deyir ki, onlar öz oğullarını tanıdıqları kimi onu tanıyırdılar. Və cəhənnəm alovlandırılacaq, cəhənnəm ilk olaraq alovlandırılan şəxslərdən birisi də yəni alimdir, hansı ki elmi öyrənən alimdir, amma əməl etməyən. Yəni öyrənib, yəni elmi var, lakin əməli yoxdur. Allah qorusun. Elə bil ki, burada yəni elmlə əməl etməyi bu ilə izah elədi. İndi keçir. Üçüncüsü, dəvət etmək. Dəvət etmək, insan, yəni müsəlman öyrəndi, yəni öyrəndiyinə gərək əməl etsin, əməl etməsi vacibdir. Çünki əməl etməsə, həm özündən elm çıxıb gedəcək, həm də ki, yəni bu insanın bilib əməl etməməsi təhlükəli bir vəziyyətdir. Allah qorusun. Ona görə insan öyrəndi, əməl etdi. Sonra gələn şey nədir? Sonra gəlir,
Yəni dəvət etmək. Həmçinin gərək dəvət edəsən. Yəni dəvət etməyinin sənin birinci sənə faydası var, sənin özünə faydası var birincisi. Ən əvvəl dəvət edirsənsə, fayda birinci sənin özün üçündür. Allahın izni ilə. Sonra burada dəvətin şərtlərini gətirir, 4 dənə şərt. 4 dənə şərt gətirir. Şərtlərdən birisi odur ki, yəni olunan dəvət xalis Allah üçün olsun, yalnız Allah razılığı üçün olsun. Sonra yəni o dəvət, o gedən dəvət, yəni sünnə üzərində, elm üzərində olsun. Yəni Peyğəmbər s.ə.v kitabdır, sünnədir, sahabələrin getdiyi yoldur. Yəni sünnə və elm üzərində olsun. İnsan başqasını dəvət etdiyi zaman, yəni belə heç dinə aidiyyatı olmayan, görürsən bəzən insan, görürsən bəzən dəvət heç aidiyyatı yoxdur. Elə bir misallar gətirir ki, heç aidiyyatı yoxdur. Amma doğru deyil. Gərək insan birinci dəvətə, yəni Allahın kitabı, Peyğəmbər s.ə.v-in sünnəsi və sahabələrin getdiyi yolla, yəni onu öyrəsin insanlara. Çünki bu ümmətin əvvəli o ilə islah olub. Sonra üçüncüsü də gətirir, deyir ki, dəvət olsun gərək hikmətlə, yəni yerində. Həmçinin insanın burada səbirli olması var. Sonra dördüncüsü də gəlir, yəni dəvət olunanların halını nəzərə almaq. Yəni dəvət edən adam gərək dəvət etdiyinin halına da baxsın, yəni onların halına yəni diqqət eləsin, hallarına riayət eləsin. 4 dənə şərt hansı idi? Birincisi, dəvətin ixlasına Allah üçün olması. İkincisi, dəvətin sünnə və elm üzərində olması. Üçüncüsü, dəvətin hikmətlə olunması. Dördüncüsü də dəvət olunanların halının nəzərə alınması. Deməli, bu şərtlərə olan dəlil də Allah Taala'nın bu ayəsi dəlildir. Qul hadihi səbili əd'u ilallah alə basiratin ana və men ittəbə'ni və subhanallahi və mə ənə minəl müşrikin. Allah Taala deyir ki, sən de ki, bu mənim yolumdur. Mən çağırıram Allaha. Çağırıram Allaha alə basiratin elm üzərində mən və mənə tabe olanlar. Subhanallahi və mə ənə minəl müşrikin. Allah bütün nöqsan sifətlərdən pakdır, nöqsansız da Allah və mən də yəni müşriklərdən deyiləm. Burada gələn qul hadihi səbili, səndə ki, bu mənim yolumdur. Burada işarə olunan Peyğəmbər s.ə.v-in gətirdiyi yol, Peyğəmbər s.ə.v gətirdiyi sünnə, Peyğəmbərimiz s.ə.v gətirdiyi, yəni Allah Taala'nın Peyğəmbərimiz s.ə.və verdiyi o şəriət, o yol, o sünnə. Burada işarə olunan odur. Yəni yol da bildiyiniz yoldur. İnsanın getdiyi yol. Sonra ayədə gələn ki, Allaha çağırıram. Allaha çağıran odur ixlaslı olan. Yəni Allaha çağıran ixlaslı olmalıdır. Hansı ki, insanları yəni ixlasla çağırmalı. Yəni məqsədi, istəyi, muradı olmalıdır ki, insanları Allaha çatdırsın. Allaha çatdırsın. Ona görə əhl-i-sünnə alimləri yəni şəxslərə dəvət eləmir. Yəni insanları çağırır, yalnız Allaha bağlayır. Sonra deyir ki, alə bəsirətin, bəsirət üzərində, bəsirət də burada yəni elmdir. Və burada da elmin içərisində daxil olan şeylər nələrdir? Şəriət, yəni şəri elm və həmçinin dəvət olunan halıdır. Və bir də gəlir ki, məqsədə çatdıran yol, məqsədə çatdıran yol. Sanki müəllif burada deyir ki, sən əgər öyrəndinsə, sənə vacibdir ki, əməl eləyəsən. Əməl eləyəsən ki, Peyğəmbər s.ə.v-in və onun sahabələrin, salih sələflərin getdiyi yolla gedəsən deyə. Əməl edəsən ki, o yolu getmiş olasan. Belə ki, Allah Teala deyir ki, qul hadihi səbilə əd'u ilallah ilallah alə basiratin ənə və min ittəbə'ni. De ki, bu mənim yolumdur, Allaha çağırıram
Bəsirət üzərində, elm üzərində mən və mənə tabi olanlar. Mən və mənə tabi olanlar. Ona görə sən bildinsə gərək əməl edəsən. Əgər əməl etdinsə artıq sən Peyğəmbərimizin sahabələrinin və salih sələflərin yolu üzərindəsən. Və sonra da gəlir ki, gərək səbirli olmaq lazımdır. Sonra da burada dördüncü gətirir səbirli. O dəvət etmək, indi dördüncü səbirli olmaqdır. Səbirli olmaqda inşallah Allahın izni ilə davam edərik. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.